böyük bir axına çevrilərək örtüb Bakını. Bugün Bakıya sürətli bir axın var. Təbii ki, bu təkcə Bakıya çox xarakterik deyil də. Yəni bütün ölkələrdə paytaxt şəhərlərə, megapolis şəhərlərə tələbat var, bir cəzb edən qüvvə var insanları. Belə olduğu təqdirdə kənd mədəniyyətinin şəhər mədəniyyətinə daşınması faktoru ilə biz üz-üzə qalırıq. Sizcə bu gün Bakıda məhz bu fakta görə biz nələrin şahid oluruq? Bilirsiniz, mən deyərdim ki, bu axın çoxdan başlayıb. Artıq bu axın böyük bir axına çevrilərək örtüb Bakını. Yəni o tsunami gəlir. Tsunami gələndə indi hardasa görürsən ki, nəsə gəlir. O artıq örtüb. İndi artıq bundan danışmaq mənə elə gəlir ki, keçdi. Yəni ki, bu problem artıq problem kimi deyil. Yəni bu artıq aradan qalxıb. Sadəcə olaraq bu baş verdi. Bütün dünya tarixi ümumiyyətlə bu urbanizasiya deyilən bir proses yaşayıb da, indi də yaşayır. Hər yanda bu var. Bunun iki tərəfi var da. Bir var bu təbii və tədricən gedən bir prosesdir. Təxminən bizdə bax bu 60-70-ci illərdə baş verirdi. Sonra bu axın getdikcə artdıqca bunun qarşısını almaq qeyri-mümkün oldu. Şəhərdə də biz artıq kənd yaşayış tərzinin, kənd mədəniyyətinin müəyyən elementlərini görməyə başladıq.